birinci kurslardır. Gəliblər, nəsə danışırıq, eləyirik, etüdlər eləyirik də, başa düşürsünüz. Sözsüz hərəkətlərdir. İndi mən etüdün nə olduğunu burada anlatmaq fikrim yoxdur. Və dedim ki, bax, indi elə bilin ki, siz bunu eləsəz, Allah sizi cəzalandıracaq, bir ildırım çaxacaq, Allahın qəzəbi tutacaq. Birdən tələbə qayıtdı ki, müəllim, bunlar hamısı cəfəngiyatdır, Allah zat yoxdur. Dedim, əstağfurullah, ay uşaq, ağzın əyilər, demə bunu, mənim yanımda demə. Yox, müəllim, çox dediyi, axırda qayıtdı ki, siz sübut eləyin ki, o var, mən inanım. Mən də qayıtdım, sən də sübut elə ki, o yoxdur, mən də inanım. Mən də buna belə bir söz dedim. Dedim, sən çox yekəbaş uşaqsan, ağzıma gələni danışma. Nəysə, indi o oğlan haqqında danışmaq istəmirəm də, istəmirəm bilsin ki, onun haqqındadır. Bir gün keçir, ikinci gün dərsə gəlirik gənə. Gəlmişik, içəri girdim, bir də görüm uşaqlar cumdu mənimsə, müəllimə, bilirsiniz nə olub? Deyirəm, nə olub? Müəllimə, siz o gün Flənkəsə acıqlandınız, görürəm, o uşaq da elə oturub orada, bax, belə başını aşağı salıb, büzüşüb. O belə qaynayan uşaqdan əsər əlamət yoxdur. Dedim, nə olub? Müəllim, qoy özü danışsın. Deyirəm, gəl bura, gəl otur danış. Hamı yığışdı, bax, belə oturdu. Bu dedi ki, müəllim, mən yatdım həmin gün. Yuxuda gördüm ki, uzun bir stolun üstündəyim, operasyonluda. Sağ tərəfdə, ata tərəfdən, ana tərəfdən bütün dirilərim, sol tərəfdə, ata və ana tərəfdən bütün ölülərim, hamısı dayanıb. Baxıram da, bunlar ölülərdir, nəm bibimdir, nənəmdir, atamdır, anamdır, məsələn, kimlərsə, bunlar da ki, sağ qalanlar. Hamısı da bir sözü deyir mənə ki, ay uşaq, de, filan kəs, de. Bu da deyir, yox, deməyəcəm. Yox, deyir, hər dəfə yox dedikcə, mən görürəm ki, mən şişirəm. Bax, şişirəm. Elə bir məqam gəldi ki, bax, dirilər də ağlayır, ölülər də ağlayır ki, ay bala, ay oğul, de bunu, de, deyirəm, yox. Bir də gördüm ki, elə şişdim, bu dəqiqə partlayacağım və birdən qayıtdım, la ilahə illallah. Deyir, bunu deyən kimi, yuxudan oyandım, amma necə oyanmışam. Baxdım uşağa. Dedim, həyatda demək istəmədiyi Allah Teala sənə yuxuda didizdiribdir. Deyir, müəllim, deməsəydim, öləcəkdim.